TikTok platformasında hüquq mərkəzi adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Yenavaz.com xəbər verir ki, bu barədə Dini Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların müraciətləri əsasında Yasamal rayon polis idarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panaliyeva 145 zərər çəkmiş şəxsin ümumilikdə 449.916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qəti imkan tədbiri seçilib. Stat: İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381.529 manatının ödənilməsi təmin olunub. Hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Səbiyyə Panaliyevanın qanunsuz əməllərindən zərər çəkən digər şəxslər də aidiyyatı üzrə istintaqa müraciət edə bilərlər. Statın sonu.